Salam dəyərli şagirdlər, hər vaxtınız xeyir olsun. Bugünkü video izahımızda 25-1-ci ay 2026-cı il Masallı Abituriyent Mərkəzinin keçirdiyi buraxılış imtahanının 11-ci siniflər üçün riyaziyyat suallarının izahına baxacaq. Elə başlayaq suallarımızın izahına. Birinci sualdan başlayaq. Demək, nə deyir? Y bərabərdir x kvadrat plus bx plus c funksiyasının qrafiki absis oxunan -2 0, ordinat oxunan isə 0 mənfi nöqtəsində kəsirsə b-ni tapın. Neyinəcək? Nöqtələr bir-bir aparıb funksiyada yerinə yazıb tapacaq. Demək, birinci nöqtəyə görə biz x-in yerinə -2, y-in yerinə 0 yazsaq, nə olacaq bizdə? 0 bərabərdir. -2-nin kvadratı 4 minus 2b plus c. Bu ifadəni aldıq. Digərdən də bu nöqtəni yazsaq funksiyada yerinə. Onda nə olacaq? Y-in yerinə -3, x-ların yerinə 0 yazsaq, bunlar 0-a getmiş olur. Elə -3 nəyə bərabərdir? C -3-ə bərabərdirsə, gətir bu ifadədə yazsaq yerinə. 4 minus 2b, c-də -3 bu şəkildə. Onda 2b-ni keçiririk sol tərəfə. Nə olacaq bizdə? 1, b də bərabərdir 2-də 1-ə. C variantı doğru cavab. 32-ci sual. Bərabərsizliyini həll edin. Şagirdlər, baxırıq ki, sürətimiz nədir? Mənfidir. Məxrəc necə olmalıdır? Yekunda -2-ni 3 minus x-ə bölmüşük, kiçikdir 0 almışıq. Demək, məxrəcimiz də ki, müsbət ədəd olmalıdır ki, mənfini müsbətə böləndə mənfi versin. Onda nə olar bizdə? X kiçik -3, x də daha doğrusu bir dəqiqə. -x böyük -3, x nə olur? Kiçik 3-dən. Elə bil hər tərəfi mənfidə də böldüm, işarəmizi dəyişdi. Sonsuzluq 3-ə. Doğru cavabımız olur A variantı. 33-cü sual. Demək, neyinəcək 33-cü sualda? Tənliklər sistemində x kvadrat plus y kvadrat cəmini tapın. Bu birinci ifadəni müxtəsarlama düsturuna görə açsaq, yox. Yəni ikinci ifadənin hər tərəfini 3-ə vurağın. Onda nə yaranacaq bizdə? 3xy, x minus y, 3-ə vursam 24 və ikinci ifadəni də yazaq. O birsin x-in kubu minus y-in kubu bərabərdir 8-ə. Bunları da tərəf-tərəfdən çıxsaq, yəni ikincisindən, bu ifadədən 3x, x minus y ifadəsinin çıxsaq, nə yaranacaq bizdə? X-in kubu minus 3xy, x minus y və minus y-in kubu da qalsın. Və 8-dən də 8 yox, 16-nı 8-ni yazmışam. Demək, 16-dan da 24-ə çıxanda bizdə nə verir? -8. Şagirdlər, bu özü ilə bizim kublar fərqi düsturumuzdur. X minus y bağla kub bərabərdir -8. Əgər x minus y-in kubu -8-ə bərabərdirsə, onda belə çıxır ki, x minus y özü nəyə bərabərdir? -2-yə. Bunu aldıq biz. X minus y tapdıq -2. Digər tərəfdən də demək, bu ifadədə gətirib yerinə yazsam, x minus y-in yerinə yazsam -2, onda mən x, y hasilin -4 almış olur, amma burada yerinə yazdım. X minus y-in yerinə -2 yazdım. 8-i böldüm -2 aldıq, -4. X, y hasildə -4. Məndən soruşur ki, x kvadrat plus y kvadratın cəmi nəyə bərabərdir? Ya tapaq. X kvadrat plus y-in kvadratı. Bunu da törəmə düsturu ilə yazsaq. X minus y bağla kvadrat yazıramsa, onda burada nə yazacağım? Plus 2xy bərabərdir. X minus y nəyə bərabərdir? -2-yə. -2-nin də kvadratı, bir dəqiqə. X minus y-in də -2 verir. -2-nin kvadratı dediyi neçə eləcək? 4. Plus 2 vurulsun. X, y hasilimizdə -4. İfadəmiz nə verir bizə? 4 minus 8 elə nəyə bərabərdir? -4-ə. A variantı. 34-cü sual. M ədədi n ədədinin natural bölənidir. Yəni m ədədi n-ə bölünür. Onda biz nə demişdik? Bu ifadə bir ədəd digər ədədə tam bölünürsə, çok böyük olan, əbulda kiçik olan, demək m, burada da n olmuş olacaq. M plus n. M plus n. Demək, daha doğrusu m ədədi n ədədinin natural bölənidir. Biz tərs yazdıq, tərsinə yazdıq. Demək, m ədədi n ədədinin natural bölənidir. N m-ə bölünmüş olur. Onda böyük olanımız nə olur? N. N, burada da olacaq m. B variantı. 34-də. Tənliyin kökləri hasilini tapın. 9-u keçirdərəm sol tərəfə, modul x-i keçirdərəm sağa. Onda nə olur? Modul x-imiz nəyə bərabərdir? 8-ə. X bir dəfə özü çıxır, bir dəfə də nəyə çıxacaq? Əksi. Köklər hasilimiz nə verir bizə? -64. D variantı.
Demək, bir dəqiqə. 8, bəli, kökləri hasili 64. Növbəti suala keçək. Demək, o x oxuna nəzərən n4 mənfi simmetrik olan nöqtələrin koordinatlarını tapın. O x oxuna nəzərən deyirsə, x-imiz olduğu kimi qalır. Y-imiz neyinir? Əksinə dəyişəcək. Onda nə çevriləcək? 4 və 7 nöqtəsinə. İfadəsinin qiymətini hesablayaq. 2-ni yazıram neçə? 2 üstü 5 kimi. Və üstə 10 bölünsün 2 də bizdə nə verir? Elə 5 vermiş olacaq. 5 dərəcə ilə kökün dərəcəsi gedir. Nə qalır? Elə bizdə 2 üstü 5. O da buna nə bərabərdir? 32-yə. Y variantı. Demək, birinci ifadəni açaram 111-a. Məxrəcimiz nə olacaq? 11B. Vur olsun. 55-i də yazaram 11 vur 5 kimi. 999-da yazaram 111 vur 9 kimi. Nələrimiz ixtisar gedir? 111-lər gedir, 11-lər gedir. Nə qalır məndə? 5A bölünsün 9B. İfadəsinin ən böyük qiyməti. Kəsr nə zaman ən böyük qiymətini alır? Sürət ən böyük olduqda, məxrəcimiz isə ən kiçik. Məxrəcin ən kiçik olması üçün B1 olmalıdır. Sürətin də ən böyük olması üçün A neçə olmalıdır? 9. Çünki rəqəmdir. 9 aşmamalıdır. Ondan olacaq bizdə? 5 vur 9 bölünsün 9 vur 1. 9'lar gedir 5'in 1'e. O da nəyə bərabərdir? Elə 5'ə. A variantı. Düz xətlərdən hansı y bərabərdir 4x minus 1 düz xəttinə paraleldir. Paralel olması üçün K1 K2-yə bərabər olmalıdır. Yəni ki, bucaq əmsallarımız bir-birinə nə olmalıdır uşaqlar? Bərabər. X-ların əmsalı 4-sə 4 olan axtarırıq. B variantı. Çox hədisi x-in hansı qiymətində iki ədlinin kvadratıdır? Biz bunlara baxacaq. Birinciyə və ikinciyə. Bu nə idi bizim? 5-də ikisi plus minus ola bilər də, minusu da ola bilər, plusu da ola bilər. Ya ayrı-ayrı yazın göstərək sizə. Bir dəfə plusu üçün yazsaq, nə verir mənə? Bunu da kəsirlə yazsam 3-də. 10-da 3 d-nin bağla kvadratı. Açılışı nə verir mənə? 25-də 4c-nin kvadratı plus bir-birinin 2 misli. 50-də 6, 2 misli neçə eləyəcək? 25-də 6c-dir plus bir də nə verir bizə? %9 d-nin kvadratı. Onluq kəsirlə verilir. Biz adi kəsir şəklində yazırıq. Bu şəkildə ola bilər. Demək, burada nə oldu bizdə? 25-də 6c-dir. Bir də bunun mənfisi olsa belə, bu hissədə mənfi yaranacaq. Burada yenə də plus olacaq. Aydındır. Bizə bu x-i tapmaq tələb olunur deyənə, nəyinə baxırıq biz? Plus minusun. Onda plus minusun olacaq 25-də 6c-dir. 41-ci sual. 41-ci sual nə deyir bizə? Demək, tərəfləri 6 sm olan kvadratın daxilinə dairə, onun da daxilinə kvadrat çəkilmişdir. Ştrixlənmiş hissələrin sahəsini tapın. Tərəfi 6-dırsa, şagirdlər, biz birinci böyük kvadrata görə baxsaq. Onda böyük kvadratın tərəfi 6-dırsa, sahəsi 36 eləmiş olurmu? Yəni kvadratın sahəsi nədir? A kvadrat, yəni 6-ın kvadratı 36. Biz bütöv tapmışıq bu kvadratın sahəsini. Amma nə edəcəyik? Həmin o kvadratın sahəsindən çıxacam nəyi? Bax, bu dairənin sahəsinin bütövlükdə çıxacam. Yerdə hansı hissələri tapacaq? Bu yerdə qalan ştrixlənmiş hissələrimiz var. Oranın sahəsini tapmış olduq. Olacaq. İndi dairənin sahəsini də tapmaq üçün biz bilirik ki, pi r kvadrat düsturudur. Pi-nin qiymətini verib bizə 3. Radiusu bəs necə tapacaq? Radiusu tapmaq, baxın. Bu kvadratın tərəfi elə bizim bu dairəmizin diametri olurmu? Çünki bu kvadratın tərəfidir. Dairəni də bu şəkildə verib. Onda diametrimizin uzunluğu neçə olur? 6. Onda radius da nəyə bərabərdir? 3-ə. Onda nə olacaq? 3-ün kvadratı bu deyilir 27. Həmin bu 36-dan mən çıxacam 27-ni. 9 tapmış oluruq mu? Yəni bu ştrixlənmiş hissələrin sahəsini neçə tapdıq? 9. Cavabımızın biri oldu bu. Digər tərəfdən baxacaq nəyə? Buradakı ştrixlənmiş hissənin sahəsini tapaq. İndi onu necə tapacaq? Baxın, biz dedik ki, dairənin diametri nə idi? 6 idi də. Qoy yazaq, qeyd eləyə burada. Dairənin diametri 6. Biz buradan diametri çəksək elə. Həmin bu diametr bizim kvadratımızın da diaqonalı olurmu? Həmin o diametrin uzunluğu nəyə bərabərdir? 6-ya. Kvadratın da diaqonalı, qoy ayrı yazaq, A. Tərəfi A olan kvadratın diaqonalı A kökdə 2 olduğuna görə tərəfi nə olacaq kvadratın? Daha doğrusu 3 kökdə 2 olur da. Tərəfin kök 2 mislidir diaqonal. Onda bizdə kvadratın tərəfi 3 kökdə 2 olduğuna görə 3 kökdə 2-nin bir də kvadratını tapsaq neçə eləyir bizdə? 3-ün kvadratı 9, 2 artırsan 18. Belə, bu hissənin də sahəsini tapdıq 18. Bir cavabımız 9, biri də 18. Onda nəyə bərabərdir? 27-yə bərabərdirmi? Ümumi ştrixlənmiş hissənin sahəsi. Doğru cavabımız olacaq D variantı.
42-ci sual. Fen təmizliyə qalmasın. 42-də nə deyir? ABC'də D nöqtəsi BC tərəfi üzərindədir. Nəysə, bu xarici bucağa görə, bu kiçik üçbucaq görürsünüzmü buradakı üçbucaq? Bir xarici bucaq özünə qonşu olmayan iki daxili bucağın cəmi olduğu üçün 40, bura 30 olmalıdır ki, cəmi neçə versin bizə? 70. Bunu tapdıq. İndi bizdə nəyi soruşur? DAB-ni. DAB-ni ilə bizdən DAB-ni soruşduğuna görə DAB bucağı budur. 30 tapmışıq B variantı. Demək, A2-dən böyük və B-də A-dan böyük olarsa, bu modulu sadələşdirək. Biz bilirik ki, modul müsbət olduqda özü çıxır, mənfi olduqda isə əksi çıxacaq. İndi mən A-dan B-ni çıxmışam. Görürəm ki, A B-dən kiçik ədəddir. Kiçik ədəddən də böyük çıxanda nə verir bizə? Mənfi. Bu modulumuz mənfi olacaq. B-dən çıxıram B-ni. Axı B 2-dən böyük ədəddir. Onda bu modulu müsbət. 2-dən çıxıram A-na. A 2-dən böyükdür şərtə görə. Onda bu modul da olur mənfi. Bir də ki, qalır yerində. Aha, modul mənfi olanda əksini çıxardırdı, yəni B minus A. Modul müsbətdir, özü çıxacaq, lakin bir dənə nəyə diqqət yetirəcək? Burada minus olduğuna görə işarəmizi nə edəcək? Plusa çevirmiş olacaq. Bu birisi modulda mənfi olduğuna görə yerini dəyişəcək. Yəni A minus 2. Plus 1 qalır yerində. Baxırıq nəyə? Mənfi B, müsbət B getdi. Mənfi A, müsbət A getdi. Müsbət 1, müsbət 1, 2. Bir dənə də mənfi 2 nəyə bərabərdir? 0-a. 43. Gəldik 44-dən. Mərkəzi O nöqtəsində olan çevrədə bucağa 60 dərəcə olarsa, AO 6, yəni buranı verir 6, AB-nin uzunluğunu tapın. Uşaqlar, o çevrəmizin mərkəzi olduğuna görə radius 6-dırsa burada radiusə bərabərdir. Yəni burada bərabər yanlı üçbucaqlar yarandığına görə bu bucağımızda neçə dərəcə olmalıdır? 60 dərəcə. Və üçbucaqda, üçbucağın daxili bucaqların cəmi 180 olduğuna görə 60, 60, 120, yerdə neçə qalır burada? 60 dərəcə. Və biz buradan görürük ki, bu bərabər tərəfli üçbucaqdır. Bərabər tərəfli üçbucağın da bütün tərəfləri bir-birinə nədir? Bərabər. Burada olacaq 60. 6 daha doğrusu. AB-nin uzunluğunu tapın. AB-nin uzunluğu oldu neçə? 6. 45-ci sualı. 45-də nə deyir? Kəsirlərin ən böyüyü ilə ən kiçiyin fərqinin 6 mislini tapın. Gəlin əvvəla bu kəsirlərin hamısını orta məxrəcə gətirək. Görə neçədir bunların hamısı üçün orta məxrəc 24. Birinci kəsir 6-dırsa 4-ə vurmuş oldum. İkinci kəsirimiz 24-dürsə nəyə vururam? 6-ya. Sonra 24-dürsə 8-ə vururam. 24-dürsə demək 4-ə vurmuşamsa 20, digərində 28-də, daha doğrusu 24-də, 8-ə vurdum 16. Bunların içində ən böyük neçədir? 24-də 20. Bizdə nə soruşur? Ən böyük ilə ən kiçiyinin fərqi. Ən kiçiyi neçə çıxacaq bizdə bu daha? 24-də 4. Və bunların da bizdə nəyin soruşur? 6 misli, yəni 6-ya vuracaq. 6 vurulsun 24-də. 20-dən 4 çıxaram, 16. Aha. 6 ilə 24 gedir, məxrəcdə qalır 4, sürətli qalır 16 və yekun cavabda nəyə bərabərdir? 4-ə. Diaqramda ölkəyə bir ilin fəsilləri ərzində gedən turistlərin sayı verilib. Turistlərin neçə faizi yazda gəlib? Gəl ümumi sayaq görə nə qədər turistimiz var? Demək 1400, 1000, 2400 və 700, 900, 1600. Bu da neçə verir bizə? 3000, 4000. Ümumilikdə 4000 turistimiz var. Deyir ki, turistlərin neçə faizi yazda gəlib. Turistlərin neçə faizi yaz deyir bizə, neçə deyir? Neçə faizi yazda gəlib. Hə, yazda gələnlər nədir? 900. Yəni 900-ün 4000-ə nisbəti vurulsun 100. Demək, 2 sıfırımız getdi, 1 sıfırımız getdi. Nə qaldı? 4-də 90. Bu da neçə eləyir bizdə? 2 yaparsam 2-də 45, 22, 10-da 5%. Demək, neçə olacaq bizdə? 22, 10-da 5% olmuş olur. 47. Müstəvidən 8 vahid məsafədə olan nöqtədən bu müstəvi 30 dərəcədə bucaq altında çəkilmiş mailin uzunluğunu tapın. Hə, hər hansı bir müstəvi çəkdim. Alfa müstəvisi çəkmişəm. Bu müstəvidə mənə deyir ki, 8 vahid məsafədə. Məsafə deyirsə perpendikulyarı indiririk və hər hansısa da bir mail deyir. Uşaqlar, mail də deyir 30 dərəcə bucaq altında müstəvi ilə kəsilir. Şurada düz bucaqlı üst bucağa görə 30 dərəcəli bucaq qarşısındakı katet nəyin yarısıdır? Hipotenuz. Hipotenuz da bizim nəyimiz deyil, mailimiz. Bizdən nəyi soruşur? Mailin uzunluğunu tapın. Mailin uzunluğu nəyə bərabərdir? 16-ya. Aha, gəldik nəyə? 48-ci ifadə. Demək, bizdə kvadrat var, x üstü 6 var. Gəlin belə bir şey eləyək də. Bu ifadəni
Kuba yüksəldən x-in kvadratı plus y-in kvadratı. Kuba yüksəlsək, açılışı bizə nə verir? X üstü 6 plus birincinin kvadratının 3 misli vur ikinci. Yəni x üstü 4 y-in kvadratı plus 3x-in kvadratı y üstü 4 plus neçə? Y üstü 6. Üçün də kubu neçə verir bizə? 27. Bildik. İndi x üstü 6 plus bu iki ifadədə nəyi çıxardıram qarşıya? X-in kvadratı, y-in kvadratını çıxartsam qarşıya mən. Məndə nə yaranır? Nə qalacaq? Y-in kvadratı plus, daha doğrusu x-in kvadratı plus y-in kvadratı. Çünki nəyi çıxartdım? 3x kvadrat, y kvadrat çıxartmışam. Birincindən qalır x-in kvadratı plus y üstü 6 bərabər 27-yə. Bunu bildik. Axı bizə x kvadrat plus y kvadrat 3 olduğunu verib. Gətirib burada yerinə yazaram. Bunun yerinə neçə yazarıq? 3. 3-ü də 3x kvadrat, y kvadratına vursaq nə verir bizdə? 9 x-in kvadratı, y-in kvadratı plus y üstü 6 bərabərdir 27-yə. Və bizdən də bu ifadəni soruşuyor. Fikir verirsə bu ifadələrini tapmışıq neçə? 27. Onda doğru cavabımız neçə olmuş olur? 27. Keçdik 49-cu suala. Demək, ədədi silsilənin ilk 10 həddindən tək yerdə duran hədlərin cəmi 35-ə yazaq. Tək yerdə duranlar nədir? A1. Cəmi soruşuyor. Hədlərin cəmi 35-ə. A1, A3, A5, A7 və A9. Neçə verib bizə? 35. Bəs yaxşı. Cüt yerdə duranların neçə verib bizə? Cüt yerdə duranlar nədir? A2, A4, A6, A8 və A10 bərabərdir neçə bizə? 45 olarsa, silsilənin birinci həddini tapın. A1 bərabər suala. Deməli, şagirdlər, bunu bir neçə həll yolu ilə getmək mümkündür. Demək, mənim ağlıma bu gəldi. Nə edərik? Demək, A2, A8 nə verir bizə? 2-dən A5-i verir. A4, A6 daha doğrusu nə verir? 2-dən A5-i verir. Daha doğrusu, bəli, 2 dənə A5, sonra bir dəqiqə baxaq görə demək, A2, A8, 10, 2 dənə A5, burada A10 qalır. Demək, yox, bununla getməyək. Burada A10 qalır, hansı ilə hansını qruplaşdıraq? Bir dəqiqə nəsə sildim. Demək, cüt hədlərin cəmi A2, A4, A6, A8 və A10 bərabərdir neçəyə? 45-ə. Gəlin belə eləyək də. A2 ilə A10 bizə nəyi verir? 2-dən A6 plus A4 ilə A8 2-dən A6 plus və 6-nın özü də qalsın burada. Nə verir bizə? 45. Bu neçə verir bizə? 5 dənə A6 bərabərdir 45-ə. A6 nəyə bərabər oldu bizdə? 9-a. Demək, 6-nı tapdı 9. Eyni qayda ilə keçərik nəyə? Bu birisi ifadədə də yenə də A1 ilə A9 mənə verir 2-dən A5-i plus A3 ilə A7 verir mənə 2-dən A5-i. A5 özü də qalıb burada plus A5 bərabər 35-dirsə, onda nə verir? 5 dənə A5 əgər 35-dirsə, onda A5-imiz nəyə bərabər olmuş olacaq? 7-yə. Yəni, bunlardan görürük ki, ardıcıl hədlərdir. 7 və 9. Onda silsilə fərqimiz nəyə bərabərdir? 2-yə bərabərdirmi? Çünki 6-cı hədd 9, 5-ci hədd 7. Məndən soruşurdu A1-ci həddi. A1-ci həddi də buradan taparam. A5 bərabərdir. A1 plus 4D. A1-i tapsaq, A5-dən çıxarıq neçə? 4 dənə D-ni. A5-imiz neçə oldu bizim? 7 minus 4 vur 2, 8. 7-dən də 8 çıxanda bərabərdir -1-ə. Doğru cavabımız olacaq neçə? -1. A çoxluğunun elementlərin sayı verir bizə neçə? 8. B çoxluğunun elementlərin sayını neçə verir bizə? 3 olarsa, gəlin yenidən yazaq, daha doğru olsun da. A çoxluğunun elementlərin sayı A ilə B çoxluğunun elementlərin sayının ən böyük qiymətli, ən kiçik qiymətini cəmi. Şagirdlər, bizə burada şərt verməyib ki, kəsişməsi boş olmayan. Əgər o şərti verməyibsə, birləşmənin ən böyük qiyməti olması üçün bunlar kəsişməməlidir. A çoxluğu, B çoxluğu. Onda A çoxluğu 8, B çoxluğu neçə? 3. Bunların birləşməsi bizə nəyi verir? 8 plus 3-ü verəcəkdir. Birləşdiririk elementləri. Verdi 11. Bu bir şərt. Ən böyükdür bu. Axı bizdən deyir ki, ən kiçik qiymətinin cəmin. Ən kiçik qiymətini necə tapacaq? Ən kiçik olması üçün də bir çoxluq
digər çoxluğun alt çoxluğu olmalıdır. Onda belə çıxır ki, B-A-nın alt çoxluğu olsun ki, B-nin bizdə 3 dənə elementi var. A çoxluğunda 8. Onda 3-ü buradadırsa 5-i də burada qalmış olacaq. Elə bunların birləşməsi mənə A çoxluğun vermiş olurmu? Yəni 8-i vermiş olurmu? Bu şəkildə. Bizdən də ən böyük qiyməti 11, ən kiçik qiyməti də 8. Bunların cəmini istəyir. Nəyə bərabərdir? 19-a. 50-də oldu. 19. Keçdik 51-ə. Funksiya sualıdır yenə də. L1 və L2 düz xətləri C nöqtəsi 0,6-da kəsiyor. Onda belə çıxır ki, bu nöqtənin koordinatları nədir? 0,6. Ümumi xətti funksiyamız hansı şəkildədir? Kx plus B. B nədir? Y-oxun kəsdiyi nöqtə. B-ni buradan görürəm ki, 6-ya bərabərdir. Funksiyamız Kx plus 6 şəklindədir. Bunu bildik. Və mənə şərt verir ki, AC BC-yə bərabərdir. AC BC-yə bərabərdir. Sonunda burada necə üçbucaq yanılır? Bərabər yanlı üçbucaq. Bərabər yanlı üçbucağından da elə bunlar bir-birinə perpendikulyar oldu. Sonunda bunlar medianlar olur, uzunluqları bərabər. Nəyə görə ona baxdıq? Çünki bizdə burada AB məsafəsini 16 verib. AB 16-dırsa, burada 8 düşmüş olur. Burada düşəcək neçə? 8. Çünki yarıya bölünür. Onda belə çıxır ki, bu nöqtənin koordinatı neçədir? 8 və 0. X-i 8, Y-i 0. Daha doğrusu B nöqtəsi 8, 0-dır. Onda A nöqtəsi nə olacaq bizdə? Mənfi 8, 0. Bunu tapdıq. Bizdə deyir ki, L2 düz xəttinin tənliyi yazın. L2 düz xətti də bu düz xəttidir də bizdə düzdürmü? Gəl yazaq. Demək, X-i 8, Y-i 0 gətirib yazarım yerinə. X-i 8, 8K plus 6. Onda 8K nəyə bərabər olur? Mənfi 6-ya. K-da nəyə bərabər olacaq? Mənfi 4-də 3-ə. Düz xəttin tənliyini yazmağımızı istəyir. Y bərabərdir. Burada nəzərə alacaq. K-nın qiyməti mənfi 4-də 3x, B-nin də qiyməti tapmışdıq 6. Bu şəkildə. Gəl yazaq burada yerinə. Y bərabərdir mənfi 4-də 3x plus 6. Bu da bizim nəyimiz oldu? L2 düz xəttimizin tənliyi. Gəldik nəyə? Demək, ana suallara getdi. Aha. Katetləri 15-20 olan düzbucaqlı üçbucağın daxilinə çəkilmiş çevrənin radiusunu tapın. Demək, düzbucaqlı üçbucağın daxilinə çəkilmiş çevrənin radiusu A kateti, B kateti, C nəyə bərabərdir? Katetlərin cəmindən çıxıram, hipotenuzu bölürəm 2-yə. Əgər katetlərimiz bizə veribsə ki, yazım burada, katetləri verib 15, 20-dirsə Pifagor ədədlərinə görə burada neçə çıxır? 25. Bunu tapdıq. Onda nə edirik? Radius nəyə bərabərdir? Katetlərin cəmindən çıxaram hipotenuzu. 15 plus 20 minus 25 bölü 2. 35-dən çıxarım 25-i 10 bölü 2. O da nəyə bərabərdir? 5-ə bərabərdirmi? Demək, radiusumuz nəyə bərabər olmuş oldu? 5-ə. ABCD paralleloqramında gəlməcək şəkil çəkməli olacam bunun üçün. ABCD paralleloqramda abcağın tənböləni 10 BC tərəfinin bir təpəsindən başlayaraq. Demək, A, B, C, D. Abcağın tənböləni onun BC tərəfinin B təpəsində başlayaraq 5-in 4-ə nisbətində bölür. Tənbölən neynirdi dedik? Bucağı yarıya bölmüş olur. Alfa, alfa. 5-in 4-ə nisbəti bölübsə 5x, 4x. Uşaqlar, biz nəyə baxacaq burada? Daxili çarpazlığa görə burada alfa olurmu? Yəni Z qaydasına görə bu bucaqlar bir-birinə bərabər. Və burada fikir verirsinizsə necə üçbucaq yaranıb? Bərabər yanlı üçbucaq. 5x sonunda bu tərəfimizdə neçə olacaq? 5x. Paralleloqramın qarşı tərəfləri bir-birinə bərabərdir. Burada neçə olur? 9x. Aha, bunu bildik. Sonra bizə verib ki, AB 20 olarsa, AB-də neçədir bizdə? AB-nin 20 olduğunu verib və biz də bilirik ki, AB-yə neçə demişik biz? 5x. Buradan x-i tapsaq 4 çıxırmı? Deyir ki, paralleloqram perimetrini tapın. Paralleloqram perimetrdə 2 vurulsun. 9x plus neçə? 5x. 2 vurulsun. 14x. Bu da neçə edir? 28x. Və perimetrdə x-i də nəzərə alsaq 4-ü. 28-i 4-ə vursaq. 4 8-dən 32. Ziyadda 4 2 8 11. Neçə eləyəcək paralleloqramın sahəsi? 112. Keçdik 54-cü suala. Nə verib bizə? Diaqramda anatural ədədlərin müxtəlif sadə vurğuları və onların sayı verilmişdir. A ədədinin sadə vurğularının hasil şəklində yazın və onun sadə vurğularının sayını tapın. Burada nədir? A ədədin verib. 2-ni neçə verib bizə? 4. 2 üstü 4 vurulsun. 3-ü neçə verib? 6.
3 üstü 6 vurulsun 7'dən də neçə verib? 2. Onun sadə vuruqların sayını tapın. Şagirdlər, bir dənə məsələ burada diqqətli olacaqsınız. Sadə vuruqların sayını deyirəm. Kimsə çəkər burada 2, 3, 7 götürər. Bu müxtəlif sadə vuruqdur. Bizdən deyir ki, sadə vuruqların sayı. Sadə vuruqların sayı deyirsə, ümumi qüvvətləri toplayır. 4 plus 6 plus 2 nəyə bərabərdir? 12-yə. Demək, sadə vuruqların sayı nə qədər oldu bizdə? 12. Belə. Keçdik növbəti suala. Demək, məsələ gəlir burada. Lütfən təmizləyək. Nə deyir bizə? Deyir, alma və armud olan iki yeşikdə bərabər miqdarda armud var. Birinci yeşikdəki armudun 18%, ikinci yeşikdəki armudun 32% satılmışdır. Satılmış 500 kiloqram meyvənin 30% armud olarsa, birinci yeşikdə neçə kiloqram armud satılıb? Demək, gəl 2 dənə qab çəkək. Bu olsun bizim birinci qabımız. Buna da hər hansı ikinci qab deyək özümüzdə. Necə? Alma var. Aha. Gəlin Y-ə bir alma deyək. X-a da armud deyək. Yəni X kiloqram armud var da. Axı deyir ki, alma və armud olan iki yeşikdə bərabər miqdarda armud var. Demək, bu izdə də X kiloqram nəyimiz var bizim? Armudumuz var. Amma almanın çəkisini bilmədiyimizə görə burada yazırıq Z kiloqram alma var. Bu qalsın. Mənə deyir ki, birinci yeşikdə armudun 18%, ikinci yeşikdə armudun 32% satılmışdır. Birinci yeşikdə nə qədər armudumuz vardı? X kiloqram. Onda 18% satılıbsa, %18 X satılıb, neçəsi qalır? Demək, 82-də %82 X-i qalırmı? Bu belə. Eyni qayda ilə deyir ki, ikinci qabdan da 32% satılıb. Yəni, %32 satılıb. Neçəsi qalır? %68-i neynir? Qalır. Satılmış almalardır ya. Nə qədər satılıb? Buradan bu qədər satılıb. İkinci qabdan da bu qədər satılmış olub. Bunu bildik. Gəlir bu şərtdə satılmış 500 kiloqram meyvənin 30%-i armud olarsa, ümumilikdə 500 kiloqram meyvə satılıb, onun 30%-i də armuddur. Yəni 500-ü nə edərəm? 30%-ni taparam. 500-ü vuraram 30-a, bölərəm 100-ə. Neçə çıxır bizdə? İxtisar getdi 5-i. Bir dəqiqə. Demək, bərabərdir. Neysə, bunu sileyim. Bərabərdir. 5 vurulsun 30, qalır bizdə neçə? 150 kiloqram. Yəni biz ümumilikdə 150 kiloqram nə satmışıq? Armud satmışıq. Satılan armudlar da bu qədər deyilmi? Birinci qabdan bu qədər satılıb, ikinci qabdan da bu qədər. Toplayıb bərabərləyirik nəyə? 150-yə. %18x plus %32x bərabərdir nəyə? 150-yə. Demək, 100-də neçə eləyəcək? 40, 50x bərabərdir neçəyə? 150. 0-lar getsə, 5 ilə getsə, x bölünsün 2 bərabər 150. X-i neçə tapırıq biz? 300 kiloqram. Ümumilikdə bizim nə qədər armudumuz satılıb? Daha doğrusu, nə qədər armudumuz var qablarda? 300 kiloqram armudumuz var. Satılan yox. Ümumi armudun çəkisidir. Yəni birinci qabda və ikinci qabda. Yəni birinci qabda 300 kiloqram, ikinci qabda da 300 kiloqram. Çünki bizə deyib ki, bərabərdir. Bu belə. Gəldik sonra bizə nə deyir? Birinci yeşikdə neçə kiloqram armud satılıb? Birinci yeşikdə neçə kiloqram armud satılıbsa, birinci yeşikdə satılan armudumuz bu deyildimi? Onda nə edirik biz burada? %18. X-in də yerinə neçə yazacağam? 300 tapmışam. Bu qədər. Axı satılıb, bu qədər satılmışdı bizdə. %18x. X-i də tapmışıq 300. Sıfırlarımız getdi, nə olur? 18 vurulsun 3. 54 kiloqram. 54 kiloqram nə satılıb bizdə? Armud satılıb. Cavabımız olur neçə? 54 kiloqram. Bu da oldu bizim sonuncu sualımız. Görək, yaddan çıxan sual qalmayıb. Demək, 50-ci sual nə idi? Bayaq tapmışıq onu, amma cavabını bura qeyd eləməmişik. Səhv etmirəmsə, burada neçə tapmışdıq? 11, 8, 19 tapmalıydık da belə. Yaxşı uşaqlar, sağ olun.